Dəhşət, dəhşət. Nə deyirdim, bir saniyə. Bu ailə dağılmasın. Çünki 4 dənə, 5 dənə uşaq var arada. Həqiqətən onların dağılması çox pis olacaq. Çünki o uşaqlar travma alacaq. Bu bir. Mənim özüm də böyük bir travma almışam uşaq vaxtı. Öz uşağım da elə atasızdır. Özüm tək böyüdürəm. O düz deyil. İkincisi də Ramal bəyə bu sözü demək istəyirəm ki, Ramal bəy, sabah deyirsən ki, sənin analıq borcundur böyütmək, değil mi? Sən oxumusan, pulun var, imkanın var, Allah sənə qismət eləsin, gözüm yoxdur. Bu xanım nə istəyir? Mən başa düşmürəm. Nə istəyir xanım? Kömək istəyir mən. Nə kömək? Evladıma görə kömək istəyirəm. Evin pulunu verə bilmirəm. Kirə pulumu buzlu otaqda yatıram. Səhərdən bəri meydan oxursan, xəbərin var. Mənim onun da maşını var, onun da evin var. Sən o cür danışırsan, xəbərin var. Necə? Necəsin dedim də, sən bağışda istəmək üçün yox, sən cəmaatın üstünə bağırmaq üçün. Yox, sən məni təkdir edəcəksin, sən məni tənqid edəcəksin. Mən sənin qarşında susmalıyam. Mən bir dəfə mən savadsızam, susmalıyam. Getmişəm Göyçəyə, vaxtım var, dedim, maşını durdurmaq istəyirəm də. Getdim, yaxınlaşdım oğluna falan şey, maşından düşürəm, deyim ki, bildim ki, belədir, maşını neçə yiyorsun? Pulun vaxtı 7-8 də bundan var. Deyir, 20 manata. Bilirsən, qısa edirəm. 20 manata. Dedim, evin yıxılsın. Amma ən patolog 10 manata yiyor. Niyə? Dedim, ömür boyu, bax, kasıb qalacaqsan. Ömür boyu. Sən elə bilirsən, maşından düşürsə bu milyoner. Sənin 100 manatlığın 101 dərdi var. 1 manatlığın 2 manatlıq dərdi var da. Bunu başa düşməyəm, qızım. Mən onu çox yaxşı başa düşürəm. Mən onu çox yaxşı başa düşürəm. Samirə nəsə demək istəyirdi sənə, qoy. Bəli, bayaq toxundunuz bu məsələyə. Mən toxunmadım, o toxundu. Deyir, uşağını atmasın. Mən hələ sənə gəlməmişəm. Hansı qərar veriləcək biraz sonra açıqlayacağım. Tamaşaçılar da 055-101-01-47-yə zəng etsin. O 30 il, 40 il bir yerdə yaşayan ata-analar zəng eləyin efirə. Sən Axtaramın Instagram hesabında yazın. Samirə ilə Akşinin barışmasını istəyirsinizsə niyə? İstəmirsinizsə də niyə? Qoy yazsın insanlar fikirlərini. Gördün uşaqların sifətində. Ata ilə ananın yanında gör nə qədər xoşbəxtlər bunlar. Bilməz lazımdır, öyle bunun üçün sual lazımdır. Bəli, bir yerdə olmalıdır, bəli. Ona da icazə verməlidir, oxumalıdır, qiyabı oxumalıdır. Qoy oxusun. Nə ziyan var ki onun? Mən oxumaq istəmirəm. Mənim gələcəyim bundan sonra mənim oğlumdur. Sən nə işin yoxdur, qurtardım. Bilirəm. Amma mən bu yaşdan sonra mən oğlumam. Deyir Raman mən sən nə işin yoxdur. Mən də Ramal bəyin işinə baxacam, narahat olma. Ramal mənim işimə baxsın. Ramal bəyin nə qədər mənimlə didişirsə didişsin. Mən də onun cavabını yerincə də verəcəm. Mən savadsız ola bilərəm. Amma şükür Allah sənin yerində mən olsa, istəmirəm sənin yerində olmaq. Çünki sən yerində əlasın. Amma olsaydım bağışda mən bu cür bağışda mən dilotu yeməzdim. Sakitçi oturardım. Mən sakitəm. Sataşmasın mənə. Sözünü deyirsə desin. Uşaq ağırdı. Bilirik ki, o bana baxıb belə deyir. hamımız yaxşı bilirik ki, hamımız yaxşı bilirik. Mərhaməti olan heç bir insan aparıb bunun qapısında nə buna kubik daşıdırar, nə da buna palçıq qarışdırar. Bu onların duyğularını istifadə edir. Biri ona 30 manat versin, biri ona TikTok'dan əmin hədiyyə atsın, icazə verin də fikrimizi tamamlayaq da. Yox, indi mərhəmətsizik biz. Qapımızda adam işlətmirik. Könül xanım, Bilirlər ki, mən bu işi işləyirəm. söhbət bundan gedir. Sənin mərhəmətli olub olmağına getmir də. İcazə verin fikrimizi tamamlayaq Mərhəməti da. olan insan. Bəli, Övladının müalicəsi üçün gəlib. İşlədib kubik daşdırmaz. O qədər Bəli. Bu da bilir ki, xeyr. Bugünkü gündə o qədər təmizləyici şirkəti var, restoranlar var, gedib orada işləyə bilərsən sən. Götürmürlər, yol çubuğu Yalan danışırsan, sən yalan danışırsan. Filuz, öz pis əməllərinə, öz övladını da alət eləmişsən sən. Uşağı yanında aparırsan, uşaq məktəbə getmirmi? Ay qızım, bura bax, sən yalan danışmırsan, sən başına bəla olan sənin dilindir. Sən burada al-qab bizi yeyirsən, xəbərin var. Əgər mən sözümü deyəcəksəm, mənim dilim mənim başıma bəla olacaqsa, olsun. Bəli, ona görə səni heç şeydə götürməzlər. Mən deyirəm, bura gəliblər. Xoşqələm xanım 100 dəfə onlara əl də uzadıb, ev də verib, eşik də elib, plan şey elib. Amma sən istəmək, sabah sənə deyəndə ki, o köməklə deyəcəm, yox. Bugün hazır pul qazanma var. Nədir? Heç bir iş görmədən, sadəcə çəkim, insanların duyğularından istifadə edeyim. Mənə biri oradan 20 manat atsın, biri 30 manat atsın. Bu insan bunu eləyir. Bir saniyə. Yəni deyirsən ki, TikTok asan pul qazanma yeridir. Bəli, bugünkü gündə odur. Rahat bir şəkildə. Mən bu boyda əziyyət çəkmişəm, oxumuşam. Amma mən valla onlar qədər pul qazana bilmirəm. Valla deyirəm, valla onlar qədər pul qazana bilmirəm. Bunlar otururlar bir dənə çəkilişlə, heç bir zəhmətləri olmadan pul yiyən adamlardır. Mən belə başa düşdüm ki, sən deyirsən ki, TikTok'da oturub danışmaq, saatlarla orada olmaq, asan pul qazanmaqdır. Bəli, ondan asan da var. Bəli, gez zəhmət çək, pullu qazan.
Mikrofon. Nə əlində bunun nə var acam? Bir baxın görün bunun əlində nə var. Sabahdan Kölxanda deyir bunun əli mazor olub nə? Bir baxın görün nə olub bunun əlində. Göstərsin görün əlində. Hansı kubik daşımaqdan danışırsansə. Sən gələrdin Xoşqədəm xanımın yanına ki, deyərdin ki, mənə iş lazımdır. Biz sənə kömək olub, iş də verərdi hər şeydə. Amma sən bu gün burada özünü reklam edirsən. Özünü reklam edirsən sən burada. Tamaşaçılar, mən xahiş edirəm, bizi izləyən hər kəsdən. Bu insan haqqında fikirlərini bildirsinlər. Yo, bildirsinlər, amma mən ona kömək eləyəcəm. Xoşqədəm xanım, bu insanlara kömək eləməyin. Bu gün, bu insan sizin sizin duyğularınızla oynayır. Sizin yaxşı niyyətinizdən istifadə edən neçə insanlar olub, onlardan da biri bu xanımdır. Baxdı ki, burada ev verilir, kömək olunur. Hər neyim, mən də gəlim ora, mənə də kömək olsun. Amma buna yox, övladına kömək eləmək lazımdır. Amma buna xeyr, kömək yox. Bu qadına kömək edəcəm. Xoşqədəm xanım, sizə bir dənə söz deyə bilərəm, Xoşqədəm xanım. Oyun çıxardır bu. Xoşqədəm xanım, sizə bir dənə söz deyə bilərəm. Bu qadın işi deyil, bu kişi işidir. Mən buna tamaşaçılarla birlikdə yardım. Təşəkkür edirəm. Xoşqədəm xanım, mən bir dənə söz deyə bilərəm. Bir dənə, deyəm, bir dəqiqə deyəm. Mən sözümü deyim. İstəmir bu adam. Xoşqədəm xanım, mən 7-24 saat küçələrdəyim. Mənə yeməkdə pulda veriblər. Hətta mənim nə daşıdığımı, hətta mənim uşağımı üzr istəyirəm. Ana vaxtında olanda, korona dövründə. Məni oradan tuturlardı, qoyurlardı evdə, oradan qaçırdım. Çünki çörək puluna ehtiyacım vardı. Ayaqqabı da alıb veriblər mənə, yemək də alıblar, geyim də alıblar veriblər mənə. Başa düşdü? Amma sən bu köməyi belə istəmirlər. Sən öz fikirlərini düzgün bildirmirsən. Bir qadını, bir anayı... Ana kimi çıxardın bura, deyərdin ki, mənə işə kömək eləyin. Sən gəlsən burada mənə ev verin. Sanki kimisə burada boynun borcudur, qulaq az. Sakit dur. Səni kimi, baxın, səni kimi minlərlə zəhmətkeş insanlar var. Heç kim onu qələmə verərək, insanların duyğularla oynayaraq istifadə eləmir. Bugün sən bu həyatı yaşamısansa, qulaq asın, xahiş eləm. Bugün sən bu həyatı yaşamısan, buna səbəb qalstukullar deyil. Buna səbəb sənin atandır, anandır, həyat yoldaşındır və sənin qohum əqrəbələrindir. Sən get bu iradını öz qohum əqrəbələrinə bildir. Burada kimisə borçlu çıxartma. Sən buraya iş üçün gəlməmisən. Baxın, insanlar görmüşük bura, iş üçün gəlib, köməklik göstərilib. Amma sən gəlibsən, deyirsən ki, mən zəhmətkeşəm, mənə ev verin, mən onu yanılmayım. Dostlar, digər mövzuya keçməliyəm. Bu vaxta qədər eləyiblər, indi eləmirlər hocam. Necə? Bu vaxtda kimsənə deyirsən ki, maddi, mənəvi yarım, hətta deyirsən ayaqqabı da alırlar və s. İndi eləmirlər, yox. Eləyirlər az-az, niyə? Bəs onda nə istəyirsən? Eləyirlər də az-az. Bildim, nə istəyirsən? Niyə eləmirlər ki? O, milyonçu olmaq istəyir bu qız. Bu qız milyonçu olmaq istəyir, başa düşək də. Ən dəhşəti bilsə nədir? Cəmaat öyrənib, Xoşqədəmdə, filalədə, filan kəsdə, bəli, yardım göstərirlər falan. O yardım göstərirlər ki, bəli, o adamın tam ehtiyacı var. Bunun yardım istəməyə üzü yoxdur, bağışla mən. Bu məndən yardım alır. İşdən də deyil. Elə şey olar. Özünü işgüzar kimi göstərməyinə baxmayın. Bu işdən deyil. Yox, mən bəziləri kimi üzr istəyirəm, 7-24 saat otursaydım, PK eləsəydim, üzr istəyirəm, haqqa versəydim canlıda, düzdür, mən qazanardım, evim də olardı, eşim də olardı, başım da olardı. Elə də, nə istəyirsən elə ye, nə? Ay xanım, sən bağışla mən, elə bir ki, 50 dənə oğul gözləyirəm, 49-u gedib ora qayıtırsan, bu cür Aydındır, bircə dəqiqə, gəlin belirləyək, dostlar, bir saniyə. Sən hamıyla dalaşırsan, köməyi belə istəmirlər. Damla, akşini düzəldəcəm işə usta, sənin də onun yanında köməkçi. Nə deyirsən Akşin? Akşin necəsən? Laf yaxşı. Necə? Laf yaxşı. Xoşqədəm xanım, siz də bir dənə söz deyə bilərəm, Xoşqədəm xanım. Yəni, dostlar, davam edəcəyik, amma bir nəfəri bura dəvət etmək istəyirəm. Hüseyin, mən onu tanımırdım. Amma bəlkə də sizlər tanıyırsınız. Hüseyin öz atasından imtina etmək üçün sən axtarrama gəlib. Buyurun studiyaya Hüseyin. Gəlsin Hüseyin və Samirə ilə Akşinin qərarı nə olacaq? Sən axtarramın Instagram hesabında yazın. 050-501-01-47-yə analar, atalar, nənələr, 30 il, 40 il bir yerdə ömür sürən ailə başçısı olanlar. Zəng edin. Gəl Hüseyin. Hüseyin, mikrofonu ver mənə Damla. Damlanın köməkçi götürəcəm. 18 oktyabrda Goranboya gəlirəm Cahit Şahbazovla. Qəbul eləyəcəm orada insanları. Damlanı da özümlə aparıram Goranboya. Damla əladır. Köməkçi. Hüseyin, xoş gəlmişsən. Axşamınız xeyir olsun. Dəyərli ekspertlərimizi salamlayıram. Tamaşaçılarımızı salamlayıram. Hüseyin, həqiqətən atandan imtina etmək istəyirəm. Xoşqədəm xanım, nəinki atamdan, elə anamdan da imtina eləmək istəyirəm. Onlar məndən imtina eləsinlər. Zaten
imtina ediblər, rəsmən imtina eləməyiblər. Aha. Çünki hər bir əngəl eləyirlər mənim problemlərimdə. Mən dövlətdən Yəni alacağım. dəqiq Bəli. sən Çox qərarlı. xahiş edirəm ki, bu məsələdə mənə Dəqiq qərarlısan. Bəli. Atadan imtina. Bəli. Mən zaten Yəni ora ata qrafası boş olsun. mən istəyirəm ki, ata qrafasında XX yazılsın mənə. Əyləş orada. Əyləş orada. Qısa bir aradan sonra Samirə və Akşinin son qərarı açıqlanır. Siz də öz fikirlərinizi yazın. Qısa bir ara. Reklamlar dəyişməyəcək.